İslamla əlaqəli maraqlı məqamlardan biri də alimlərin musiqi ilə bağlı fikirləridir. Bir çox yerdə musiqi haqqında mövcud olan fikirlər vardır. Alimlərin arasında musiqinin halal və ya haram olması barədə ixtilaflar vardır. İmam Şəvkani də öz kitabında bu barədə bildirmişdir. Lakin İslam alimləri ümumən musiqidən çox ehtiyatlı idilər. Çünki musiqinin nə qədər güclü olduğunu, nə qədər cazibədar olduğunu və ruha olan təsirlərini başa düşürdülər. Bu məsələ əslində qədim Yunanlarda da aktual idi. Hətta Platon Dövlət adlı kitabında ruha zərər verdiyi üçün müəyyən musiqi növlərinin qadağan olduğunu bildirmişdir. Çünki musiqinin insana olan təsiri çox açıqdır. Məşhur alim Əl-Farabi də öz Əl-Musiqəl Kəbir, yəni Böyük Musiqi kitabı adlı əsərində musiqi haqqında görüşləri bəhs edir. Bu əsər musiqi haqqında yazılmış ən qədim əsərlərdən biridir. Əl-Farabi bu elmi o qədər güclü bilirdi ki, ud alətində ifa etdiyi musiqi məqamları ilə insanları güldürməyi, ağlatmağı, yuxuya verməyi və fərqli emosional hallarla həyəcanlandırmağı bacarırdı. Diqqət edin, o musiqi vasitəsilə sözün əsl mənasında insanları ağlada bilirdi. Bir kəlmə olmadan, sadəcə musiqi ilə. İndiki dövrdə də görürük ki, konsertlərə gedən insanlar musiqinin təsirindən nə etdiklərini belə bəzən bilmirlər. Nə etdiklərinin fərqində belə olmurlar. Musiqidə müxtəlif səs effektləri olduğu üçün insanlar özlərini saxlaya bilmir və təsirinə düşürlər. Beləliklə musiqinin, çalğının şeytani təsirinin olduğu açıq bir faktdır. Və alimlərimiz də məhz bu təsirdən çox narahat idilər. Onlar başa düşürdülər ki, cinlərin və şeytanların insanları aldatmaq üçün həmişə istifadə etdiyi şeylərdən biri də məhz musiqidir. Davud Peyğəmbərin mahnı oxuması ilə bağlı rəvayətlərdə onun gözəl bir səsə sahib olduğu bildirilir. Amma təbii ki, bu şeytani bir musiqi deyildi. O bunu Allahı təsbih və həmd etmək üçün istifadə edirdi. Bunu görən şeytan isə öz dəstəsi ilə fərqli bir musiqi növü ilə Davud əleyhissalama qulaq asan insanları özünə tərəf çəkməyə başladı və beləcə insanlar Davudu unutmuşdular. Bir sözlə, bu çox ciddi məsələdir və alimlərimiz də bu mövzuda çox həssas idilər. Ümumiyyətlə isə bir müsəlman musiqiyə yaxın durmamalıdır. Bu gün insanların əksəriyyəti musiqi dinləyir və bunu günlük rutinləri halına çeviriblər. Maşına, avtobusa minəndə də, gəzəndə də musiqi dinləyirlər. Hətta musiqi üçün müəyyən etdikləri siyahı da olur. Buna pul da xərcləyirlər. Elə insanlar var ki, musiqinin təsirindən özlərini itiriblər, düşünə də bilmirlər. Çünki həyatları səslə, musiqi sədaları ilə doludur. Beləliklə hazırda elə bir dövrdəyik ki, cinlər musiqidən insanlara qarşı çox ciddi şəkildə istifadə edirlər. Hansı ki, bu zamana qədər səmərəli şəkildə istifadə etdikləri bu cür şey olmayıb. Biz isə müsəlmanlar olaraq musiqidən uzaq durmaqla şeytanın bizim üzərimizdə olacaq təsirindən maksimum qaçmalıyıq. Bunu unutmayaq ki, bugünün cəhatlarından biri də məhz qulaqlarımız arasındadır. Bu açıq bir döyüş sahəsidir. Musiqi insanların düşüncələrini qarışdıran, fərqli cür formalaşdıran, onları Allahın zikrindən, ibadətdən uzaqlaşdıran, haramlara və əxlaqsızlığa yönəldən çox güclü bir vasitədir. Beləcə bununla mübarizə də bir cihaddır. Bunu çox ciddiyə almaq lazımdır.